hörmətli izləyicilərimiz. Bir dənə buranın torpağı var, ləzzət. Başqana qoymuşlar burada. Sarayın özündə, orijinal yerində və torpağı da ki, maşallah, qara torpaqdır. Yəni, sarayın bilirsiniz ki, özündə torpaq əyalı. Bax, bunu da ki, gəlirsiniz, babamız yumuşaq. Deyirsiniz ki, bağı olsun, həyəti olsun. Bax, mən belə belliyim, torpağı yumuşaldım. Burada nə bilim, bostan bitkilərinə kəsən, ağacına kəsən. Maşallah, hörmətli izləyicilərimiz, ağaclar da gül açır, bağlı, bağçalı. Sarayın tam mərkəzində 2 sot yanında sizə 4 otaq, paket kubcalı ev tapmışam. Əkin sahəsi çox genişdir. Buranı mən bellədim, hörmətli izləyicilərimiz. Qalanı da inşallah özünüz belləyərsiniz. Qəşəng yumşanlarsınız torpağı, gül çiçəkdən əkərsiniz, nə bilim, ağaclardan əkərsiniz. Bax, burada nar ağacı, başqa ağaclar var. Bunlar da köhnədən qalan ağaclardır. Qardaş sizi saxlamışam, alçasızadır, hər bir şey qaydasında. Maşallah, çox böyük dərəcədə əkin sahəsi var, hörmətli izləyicilərimiz. Bir dənə qəç oradan, hörmətli izləyicilərimiz, 98.000 manata sarayın sentrində hər iki məktəbə yaxın, marşruta yaxın, havası gözəl, təmiz, hündür bir ərazidə seyf tapmışam. Nar ağacına baxın, ətraf görünür, qəşəng, yaşıllıq. Torpağı qara torpaq, nə əkirsən bitir, maşallah. Hörmətli izləyicilərimiz, keçək olmağa. Burada mərkəzi kanalizasiya tutarlı. Burada bir yan havası var bura. Su. Gəl bir yana bura. Hörmətli izləyicilərimiz, burada da şişəsi, bir vişin ağacı burada, albalı ağacı deyirik. Bu bilmədim ağacıdır. Siz gəlir. Hörmətli izləyicilərimiz. Özünə keyfiyyətli vaxtdaranlar var. Hardadır bunlar? Zəng eləsinlər bizə. Qardaş bax, bir dənə qızılgülün yerində burada saxlayıb, tam səliqəli səhmanla. Gəlin keçin, hörmətli izləyicilər. Sözü evimiz yükümlüşür. Paket kubcalıdır, hörmətli izləyicilər. 4 otaqlı ev. Bağlı, bağçalı, özünə səliqəli ev axtaranlar zəng eləsinlər. Sağ hissədə evimizin mətbəx hissəsi yerləşir. Baxa bilərsiniz, çox gözəl, çox səliqəli, qiymət və münasibdir. İstipolu var, hörmətli izləyicilərimiz. Keyfiyyətlə iş görən qardaşdır. Yəni, işinin fundamentini, kəmərli, quşa daşını, hər tərəfini quşa daşlan tikir, keyfiyyətlə işir. Yəni, işinin səliqəsini, səhmanı görən adamdır. Müəyyən işlər qalıb olardı, heç təhvil verib, verəcəksə, bu evdə qeydiyyata da düşə bilərsiniz. Qubçalı ev alın, problemi yaşanır. Bir dənə də burada gözəl salı var. Hörmətli izləyicilərimiz, 120 kvadrat, 4 otaq ev, sarayın mərkəzdə, necə istəyirsin? Filistin, tavan, indi yetlər olacaq, hörmətli izləyicilərimiz, tavanın qıraq hissələrində yetişirlər, güzəl biləcək, hamısı təhvil veriləcək. Gəlin ki, burada koridor sistemdə maşallah dağlar çoxdur. Bir dənə otaq, aşağıya daxlar, buradadır. O dağlarda şübhayət qədər genişdir. Şimdi pinus dolu təhvil verəcəklər. Burada sansürün tam hazır kerama qranitinə qədər hər bir şey vurulur. Burada bir dənə otaqda özü işıqlıdır maşallah. İşıq düşür, baxa bilərsiniz. Çox səliqəli, çox səhmanlı, hörmətli izləyicilərimiz. Ümumilikdə 4 otaqlı evdir. Sarayın mərkəzində paket kubcalı, tam şəraitli, hər bir şey qaydasında həyat evimizdir. Allah alanı da satanda xeyir versin. Gəlin bu evi, baxın, razılaşın, qiymətini götürün.